rəqibə tam şəkildə Hacı Əliyev müqavimət göstərir və artıq Hacı Əliyev görüşün başa çatmasına 7 saniyə qalmış özünü qalib sayır. İsmail Fursa dayanır və görüşün başa çatmasını gözləyir. Beləliklə vaxt başa çatır və Hacı Əliyev dünya çempionudur. Azərbaycan güləşçisi 61 kilogram çəki dərəcəsində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında İran pəhlivanı Məsud Esmailpuru məğlub edir. Son dünya çempionatında bürüc mükafatçısı İran güləşçisi üzərində qələbə qazanır. Azərbaycan pəhlivanı inamlı bir qələbə əldə edir. Əliyev Hacı Azəroğlu 1990-cı ildə Naxçıvan şəhərində anadan olmuşam. Güləşlə demək olar ki, 14 ildə məşğulam. Lap az yaşlarımdan Naxçıvan şəhərində başlamışam güləşməyə. Ondan sonra Bakıda Xırdalan şəhərində Uşaq Güləşlər İdman Məktəbində güləşə davam etmişəm orada. 2007-ci ildən Azərbaycan milli komandasına, yeniyetmələr milli komandasına daxil olmuşam və 2007-ci ildən milli komandadayam, hal-hazırda milli komandada məşq edirəm. 2008-ci ildə yeniyetmələr arasında Azərbaycan çempionu olduqdan sonra həmin ildə yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı olmuşam. Və 2011-ci ildə yenə gənclər arasında Azərbaycan çempionu olduqdan sonra Avropa çempionatında yenə iştirak etmişəm. Orada da ikinci yer qazanmışam. Ondan sonra Azərbaycan ölkə çempionatlarında böyüklər arasında Azərbaycan çempionatında dəfələrlə qalib gəlmişəm, çempion olmuşam. Və 2014-cü ildə Avropa və dünya çempionu olmuşam böyüklər arasında. Güləşi az yaşlarımdan güləşə marağım olubdur. Evdə də demək olar ki, atamızda da idmançı olubdur. Ona görə bizi elə uşaqlıqdan güləşə meylləndirdi. Biz də elə uşaqlıqdan bu idmanla məşğul olduğuma görə qərar vermişəm ki, həyatımı güləşlə davam etdirim. Məktəbdə demək olar 5-ci, 6-cı sinə qədər normal oxumuşam və ondan sonra yaxşı oxumamışam. Çünki məşqlərə çox vaxt ayırdığımdan, dərslərə vaxt ayıra bilməmişəm. Ona görə də dərslərdən qalırdım və dərsləri yaxşı yerinə yetirirdim. Əlbəttə çox, demək olar ki, çox təzə olmuşam. Məktəbdən gələndən sonra çöldə futbol oynayırdım, ora-bura qatırdım, ondan sonra yenə məşqə gedirdim, məşqdən gəldim, yenə çöldə futbol oynayırdım, bir də dayandım, çox da olmuşam. Yəni güləşə gəldikdən sonra, bu güləşlə məşğul olduqdan sonra o vaxtlar çox bazaydım, yəni izlədiyim bir idmançı olub Namiq Abdullayev. Demək olar ki, məşqlərimi məşq eləyə-eləyə də ən böyük arzum olub ki, ən azından heç olmasa onun qazandığı nəticələrin yarısını qazandım. Yığma komandada o vaxtlar yox idi, çünki biz hələ balaca idik, amma o zamanlar Namiq Abdullayev özü məşqlər edirdi və bizə yığma komandada dəvət olunandan sonra biz çox sevinirdim ki, Namiq Abdullayev kimi yığmasını bir xalçada məşq edeyim və o mənə qismət olub, biz bir yerdə məşq eləmişik. Mənim üçün o çox böyük bir, sevincli bir hiss idi ki, mən Namiq Abdullayevin yerdə məşq edirdim. Namiq Abdullayev düzdür, hər tərəfli idmançı olubdur, amma mən Namiq Abdullayev yanından ayağa girmək çox sürətli bir idmançı bildiyiniz kimi, onun yanına ayağa girmək çox sürətlidir və bir də o xaç fənnini yaxşı edir. Düzdür, mən xaç fənnini ona qədər də yaxşı eləyəməsəm də çalışmışam ki, amma yanından ayağa girmək fənnini demək olar ki, o sürətdə, onun elədiyi sürətdə eləməyə çalışmışam.
çox adam o sözü deyir, yəni mən fikirləşməm mümkün olmayan bir şeydir, çünki yenə deyirəm, o insan özündən asılıdır, ailədən gələn tərbiyədən asılıdır, o dəyişmək mümkün olan şey deyil ki, mənim üçün artıq Avropa Dünya Çempionatı geridə qalmış bir şeydir, çünki yəni mən o Dünya Avropa Çempionu deyib, yəni hər yanda gəzsəm, yəni belə, yəni mən qarşıdan gələn yarışlarda heç bir nəticə verilməm. Çünki artıq onlar mənim üçün geridə qaldı. Ancaq irəlidəki yarışlara görə məşq eləyib, uğurları davam etdirməyə çalışacağam. ...2009-cu il mənim üçün demək olar uğurlu bir il idi. Çünki mən ən böyük nəticələrə başlamaq üçün ilk addımlar idi. Mən ölkə pilotunda güclü bir idmançı, yəni Avropa çempionları, dünya ikincisi Zəlimxan Hüseynova qarşılaşdım. Bəli, çoxları düşünürdü ki, mən o idmançıya yəni heç cür qalib gələ bilmədəm. Çünki elə məşqlər zamanında o idmançı yəni rahat mənə qalib gələ bilirdi. Amma yarışda qarşılaşdığım zaman mənə elə bir his gəldi ki, yəni mən bu idmançını yəni uda bilərəm. Və elə oldu ki, mən Zəlimxan Hüseynova orada qalib gəldim və o da mənim üçün böyük bir uğur idi. Və elə demək olar ki, o uğurumu 2009-cu ildən başlayaraq bu vaxta qədər də davam etdirdim. Özündən razı olmaq belə həm götürsə yaxşı, həm də götürsə pis. Çünki özündən razı ol. İdmanda əgər hansı bir idmançı özündən razıdırsa, çünki məsələn mən dünya çempionatına iştirak etdikdə artıq Avropa çempionluğunun bildiyiniz kimi, yəni mənə bir rahatlıq gəlmişdi ki, çünki mən Avropa çempionluyum, yəni bu dünya çempionatına adi bir idmançı kimi qatılmıram. Və bu mənə bəli, demək olar biraz necə deyim, güc, qüvvət verirdi, yəni biraz rahatlıq verirdi, amma tam da yəni rahat olmamalıdır, tam özünə güvənməlisən, amma tam da boşluq buraxmamalısan ki, yox, mən bunu edəcəm, məndən gərək hər şeyi yəni qədərini də eləyəsən, fikirləş. Biz Yaşarla uşaq vaxtlarında hər gün biz evdə güləşirdik, məktəbdən gələn kimi, məşqdən gələn kimi bizim bir otağımız olurdu, var yəni həmişə biz ora xalça sərirdik, hər gün biz güləşirdik. İnanırsınız, yəni məşqdə güləşmədiyimiz kimi biz evdə güləşirdik, dalaşırdıq. Mən orada vaxtı o əsəbləşirdi, oradan vaxtı mən əsəbləşirdim. Amma indi də hərdən olur ki, evdə bəli, elə bir vaxt olur ki, bəli, arada bir tutaşırıq. Şəhərdə də fikir verir ki, çox gənclər siqaretə üstünlük verirlər, nə bilim, yəni vaxtlarını boş-boş yerə sərf edirlər, yəni bu xoşlamadığım bir şeydir, hansısa bir özüm kimi bir gəncin əlində yəni siqaret görəndə ya hansısa bir içki ilə görəndə xoşa gəlməz bir şeydir, çünki hansısa bir gəncin əlində siqaret çəkməyi başqa bir gəncə də pis təsir edir, yəni ona ən xoşlamadığım şey olur. Amma xoşladığım gənclərdə olur ki, idmançı gənclərə, yəni ibadət edən gənclərə çox mənə xoş gələn şeydir ki, hansısa bir gənc idmanla məşğul olur, ibadətlə məşğul olur, bu gözəl bir şeydir. Həvəsim vardır musiqiyə, həm dinləmək, həm oxumaq, yenə də xoşlayıram, arada da özüm edirəm. Bildiyim bu muğamlardan İki sətr nəsil? Uzun hörməzlər, gülü soğuk, dərməzlər sar gəlin. 100% deyə bilərəm ki, bu mahnı bizə aid bir mahnıdır. Çünki neçə illərdir, yəni mən demək, uşaq vaxtında bu mahnını bilirəm, sözlərini başdan yana bilirəm və bunlar ermənilərə dəxil olmayan bir mahnıdır. Mən həmişə yarışlarda da bir də görürsünüz, mən otellərdə gəzdiyim vaxtı, yəni ermənilərlə bir oteldə olduğumuz vaxtı olur. Mən onların eşitməsi üçün mən həmişə, hər zaman mən bu mahnını ifadə edirəm. Koridorlarda, otaqda, ya liftdəmi, mən o mahnını ifadə edirəm ki, qoy onlar eşitsinlər ki, bu mahnı onlara aid deyil, bizə aid.
2 dəfə mən erməni idmançısıyla qarşılaşmışam. Bir Bolqariyada yarım finaldan öncə bir erməni idmançısına qalib gəlmişdim. Bir də bu ilin 2010 ilində Almaniyada keçirilən Grand Prix'də mən finalda David Səfəryan, Avropa və Dünya çempionu onunla qarşılaşmışdım finalda, ona qalib gəlmişdim. Çox adam fikirləşir ki, erməni idmançısına qarşılaşanda ona qarşı, yəni, necə deyim, 100% olmalısan. Yəni, çox adam belə fikirləşir, amma erməni idmançısı ilə istər zəif olsun, istər güclü olsun, adama yəni, elə bir his gəlir ki, yəni, uduzmağı istəmirsən, çünki özündə, yəni, necə deyim, özünü pis hiss edirsən ki, yəni, uduza da bilərəm, çalışırsan ki, elə eləyəsən ki, yəni, uda biləsən o idmançısını, çünki o idmanı, düzdür, çəkinmə olmur, amma yenə də nə qədər olsun, düşmən var qarşında, istəyirsən ki, qalib gələsən o idmançısına. Çox gözəl bir histir erməni qalib gəlmək, çünki yəni ki, bunu erməni idmançılarına qalib gələn idmançılarımız bilirlər nə olan şeydir. Gözəl bir histir. Rəqiblərimə asanlıqla qalib gəlməyin səbəbi mənim bu ildə yaxşı formada olduğumu göstərir. Çünki mən bu nəticəni qazanmaq üçün demək olar illərdir ki, dayanmadan məşq edirəm. Çünki bu nəticəni qazanmaq üçün əziyyətlər çəkirdim. Və elə oldu ki, bu ilə təsadüf elədi ki, mən bu nəticəni bu il qazandım. Ola bilərdi, mən keçən ildə bu qələbələri qazana bilərdim, amma qismət deyilmiş keçən il, amma bu il özümün yaxşı olmağımı artıq fikirləşirdim ki, artıq mən bu şeyi edə bilərəm və şükür olsun eləyə bildim, qalib gələ bildim. Milli komandada bir 20 komanda olanda, çünki zborlar vaxtı biz başqa ölkələrdə olanda bir yerdə oldu uşaqlarla. O da zərafat, əlbəttə çox uşaqların zərafətləri deyil. Biri Cəbrayil Həsənov, o da bildiyiniz kimi bir milli komandanın 74 kilometr yarışında birinci nömrəsidir. Cəbrayillə, Eminlə, Əzizad Emin, biz bir yerdə olanda demək olar ki, çox zərafat edirik. Hətta o yaşında zərafat ediyə, sporlaşmaya başlayırıq, sonra yenə zərafat edirik. Yəni, yığma komandanın uşaqlarla çox mehribanıq biz. Yollarla zərafat edirik. Məşqçilərlə münasibətim çox yaxşıdır. İstər yığma komanda, istər şəxsi məşqçilər. Yığma komandada demək olar ki, bütün hər bir gənclərin də böyüklərin məşqləri mənə yaxşı yanaşdılar, hamısı sağ olsun kömək edirlər. İstər Firdovsi müəllim, istər Simeon müəllim, istər David, onların hər biri yaxşı yanaşırlar. Demək olar, hər bildiklərini, əlindən gələni edirlər. İstər gənclərdə də Nazım Əlicanov, Rövşən Oğudov, onlar da sağ olsunlar. Bu Avropa Dünya çempionuna qədər çox kömək edirlər mənə. Məşq vaxtı, məşq zamanında çox sağ olsunlar. Əllərindən gələni edirlər, hamısına təşəkkür edirəm və öz şəxsi məşqçilərim bu səviyyə onlarla birgə çatmışam. Onlara çox nə qədər təşəkkür etsəm azdır, çünki bu güləş elə bir şeydir ki, çətin bir idmandır. Onun incəlikləri, onun hər bir şeyini öyrətmək çox çətin bir şeydir. Yəni bunlar artıq mən onları öyrənmişəm o məşqçilərin sayəsində və artıq necə deyirlər, onlar məni əkib bezərib, yəni artıq meyvələrimi satışa buraxıblar. Elə bir şeydir. Məsləhətim odur ki, əgər güləşə gəlib böyük bir idmançı olmaq istəyirlərsə, yəni böyük nəticələr qazanmaq istəyirlərsə, məşqlərində boşluq buraxmasınlar. Mən öz etdiyim məşqlərini gecə, mən səhər axşam məşq eləmişəm demək olacaqlar. Onlara da onu arzulayıram ki, yaxşı məşqlər eləsinlər, səhər axşam məşqlərini eləsinlər. Düz dərslərinə də fikir versinlər, amma böyük idmançı olmaq üçün böyük əziyyətlər çəkmək. Sevgi mənim üçün
normal bir şeydir sevgi. Yani sevgi hem anaya, hem ataya, hem yani dosta, tanışa, hem sevgi Allah'a. Çünkü bugüne yani gəlib çıxmaq, yani bugün yaşadığımız hazırda yaşayırıq. Yani buna ne kadar şükür etsək azdır. Çünkü Allah Teala bize yani her bir şey deməli bu həyatda bize yani veribdir. Ve Allah'a sevgi, mən fikirləşim ən birinci Allah'a sevgi olmalıdır. Dövlətinə, torpağa, bayrağa, millətə. Sən eğer bu millətdə, Azərbaycanda yaşayırsansa her bir şeye sevgin olmalı. Əlbəttə, yani o arzu ile yaşayırsan ki, məsələn ki, bayrağı kaldırmaq, yani himni səslənmək, o kadar bu şeyi kimsə eləyəndə sən də baxırsan, o şey sevincli bir şey, yani sən də istəyirsən o şey eləyəsən, böyük bir sevinclidir. Əlbəttə ki, bayrağı sevirsənsə, bayrağı himni sevirsənsə, çalışmalısan ki, sən də qoy onları qaldırasan ki, əlbəttə qoy hamı sənin də simanda o bayrağın, himnin qalxmağını, səslənməni görsün. En büyük arzum Olimpiya çempionu olmaqdır idmanda. Çünki mən demək olar həyatımı bu idmanla bağlamışam, güləşlə bağlamışam. Və hər bir idmançının arzusu. Bu mənim də böyük arzumdur ki, Olimpiya çempionu olan, bayrağımızı, himnimizi həmişə zirvələrə qaldırın. Çünki bu çok güzel bir liste. Yani ben artık bu listelerden yaşamışam ama Olimpiya çempionu olup yani bayrağı ve himni kaldırmak da tamam başka bir liste. Yani en büyük arzularımdan biri odur. Naxçıvanda ben 9 yaşımda orada güreşe gelirdim ama yaxşı məşq edib, çox balaca idim, yəni yaxşı məşq edib məsələn o medalıma gəlir. İlk yani orada başlamışam güreşe. İlk kazandığım medalda 23 kg arasında oldu Bakı birinciliğinde. 3. yere çıkmışam. Yani ilk kazandığım neticede 3. yer oldu. İlk maaşım 50 neçə manat oldu. Həmin vaxt o maaşı kazanmaq mənim üçün bəlkə də indinin böyük bir pul, çünkü böyük bir şeydir. Mənim özümə məxsus kartım var, yəni çox böyük bir, sevincli bir şeydir. Yəni hər bir qabağıma çıxan nəsildə, yəni qohum əqrəba hamı edirəm, artıq mən də maaş alıram. Və ondan sonra da nəticələr qalxdıqca maaşı da qaldırırlar. Azərbaycanda güləş bildiyiniz kimi həm qədim bir idman, yəni idman növüdür, həm də Azərbaycanda güləşə artıq əvvəlkinə baxanlara nisbətən çox böyük fərq var. Yəni bizim federasiyanın prezidenti Fazil Məmmədov yəni idmançılara çox yaxşı baxırlar, demək artıq da baxırlar. Çünki idmançının qalmağa yeri var, artıq Azərbaycanda güləşdirən qalmağa yeri var. İstər maddi, istər mənəvi hər bir yəni dəstək vardır. Artıq idmançı, böyük idmançı nəyə istəyir? Ona yaxşı baxılsın, yeməyi, yatmağı və qayğısı. Bunların yəni hər biri artıq demələr var. Artıq nəticə qazanmaq idmançının özünə qalır. Çünki onun üçün hər bir şərait var. Əlbəttə güləşdən çox razıyam. 2010-cu ildə Kazanda keçirilən tələbələrin universitetində mən orada 3-cü yerə çıxmışdım və biz Azərbaycana qayıtdıqdan sonra bizi ölkə başçısı Cənab İlham Əliyev bizi qəbul elədi və prezidentlə görüşmək o da gözəl bir histir. Mənim üçün çox yadda qalan bir şeydir, çox gözəl bir gündür o. Ölkə başçımız bizi qəbul elədi, bizi təbrik elədi, bizi mükafatlandırdı, bizdən şəkil çəkdirdi. Yəni bizlə əl verib görüşdü, o böyük bir sevinç idi mənim üçün. O da əlbəttə ki, heç bir zaman unudulmayacaq bir şey.
Həmin vaxtı yəni mən elə bir yaş dövründəydim ki, yəni mən o idmançıya qalib gəlmək mənim üçün deməli Avropa dünya çempionu olmaq kimi bir hiss idi. Yəni o sevincimdən mən əslində trikomu cırmaq fikrində deyildim o zaman. Trikomu dartıb yəni qaçmaq fikrindəydim, amma artıq nə qədər yəni belə ümumiyyətlə trikonu yəni əllə belə daşdan cırmaq biraz çətin məsələdir. Dartılan bir şeydir, amma mən necə sevincli olmuşam yəni, necə bir vəziyyətdə olmuşam o trikona. Yəni mən bəlkə də cırmaq fikrim yox idi o trikona ümumiyyətlə, amma artıq qaça-qaça triko cırıldı. Nə bilim, o da mənim bir sevincimlə əlaqəli bir şey idi. Dəyirman fəndi. Yəni o fəndi xoşlayıram. Uşaqlıqdan da deməli hər bir yarışda o fəndi mən edirəm. Rəqiblər çoxdur, güclü rəqiblər çoxdur, amma mən istədim ki, məndən yuxarıda, məndən nəticəli olan bir idmançı, məsələn, Olimpiya çempionu, Dünya Avropa çempionu, yəni bu belə bir idmançıya qalib gəlmək, çünki ən azından onların qazandığı nəticələrini qazanmaq üçün belə bir idmançıya qalib gəlmək istəyirəm. Öz çəkir özümdə indi qabaqda Avropa oyunları var, yəni orada öz rəqiblər çoxdur, amma ən çox istəyərdim qalib gələn o əsas idmançı Rus idmançısıdır. Fərqi bilmirəm hansı ola bilsin olsun, amma bu idmançılar birinci Rus idmançılar çox güclü olurlar və onlara qalib gəlmək istərdim. Uzun hörməzlər gülü solub, dərməzlər sarı gəlin. Yaxşı, gedir o. Dayanmadan gedim də. Ora-bura qatırdım, ondan sonra yenə məşqə gedir, məşqdən gəldim, yenə söydük tutmalıyım. Bir də dayandım, çox dayanacaq. İzlədiyim bir idmançı olub Namiq Abdullayev. Ən çox qardaşım geyinə fikirdir, yəni o alır, mən geyinirəm bax belə. Çünki mən Avropa çempionuyum, yəni bu dünya çempionatına adi bir idmançı kimi qatılmıram. Xoşlamadığım bir şeydir, hansısa bir özüm kimi bir gəncin əlində yansı gəlib görəndə. Yəni ki, bunu erməni idmançılarına qalib gələn idmançılarımız bilirlər nə olan şeydir. Gözəl bir histir. Mən bu nəticəni qazanmaq üçün demək olar illərdir ki, dayanmadan məşq edirəm. Nə qədər talant olsan, nə qədər qabiliyyətli olsan, məşqsiz mümkün deyil. Boşluq buraxsan əgər güləşdə nəticə qazanmaq mümkün olmayan bir şey. Məşqə gedişmək o öz işinə məsuliyyətsiz yanaşmaq bir şeydir. Sevgi mənim üçün normal bir şeydir, sevgi. Cəbraillə, Eminlə, Əziz Əmin, biz bir yerdə olanda demək olar ki, çox zərafət edirik. Həmin vaxt o maaşı qazanmaq mənim üçün bəlkə həmin böyük bir puludur, çünki böyük bir şeydir. Buna özümə məxsus kartım var, yəni çox böyük bir, sevincli bir şeydir. İlk qazandığım medalda 23 kilogram təkrar arasında oldu, Bakı birinciliyində. Üçüncü yerə çıxmışam. Bayrağı sevirsənsə, bayrağı sevirsənsə, çalışmalısan ki, sən də qoyub onları qaldırasan ki, qoyub hamı sənin də simanda o bayrağının qalxmağını səsənləri görsün. O dünya Avropa çempionu deyib, hər yanında gəzsən, belə qarşıdan gələn yarışlarda heç bir nəticə verilmir.
birinci hisseden sonra düşünürdüm ki artık yorulmuşam, ama ikinci hissede məşqçilerimin gösterdiği, verdiği tövsiyelerden sonra bəli, ikinci hissə daha da artırdım ve gördüm ki qələbə salmalı da qələbə qazandım. Ben ürəkdən istəyirdim ki, o idmançı qalib gələm. İnşallah qalib gəldim və onu sübut elədim ki, bu 2014-cü ilin güclüsü mənəm.